Burada deyir ki, verilən qrafikdə dağlıq və aran ərazisində bir həftəlik hava temperaturu qeyd olunmuşdur. Qrafikə görə hansı gün temperatur arasındakı fərq 20 dərəcədir? Yaxşı. Bir belə eləyək. Baxırıq. Cümə gününə baxın uşaqlar. Cümə günündə 20 dərəcə olub. Bir də 40 dərəcə olub Selsiya. İndi mən 40-dan 20-ni çıxsam cümə günü edər 20. Yəni cümə günü temperatur arasındakı fərq olacaq 20 dərəcə. A variantı. Məsəl üçün başqasına baxsaq, tutaq ki, çərşənbə axşamına baxaq. Çərşənbə axşamı 30 dərəcə olub bir dəfə. Bir də ki 40 dərəcə. Burada mən yazsaydım 40-dan 30 çıxsam 10 dərəcə edəcək. Amma bizə sualda deyir ki, hansında aradakı fərq 20 dərəcədir. Baxıram hansı nöqtələr arasındakı fərq 20 dərəcə Selsi edər. O da cümə gününə düşür. Oldu A variantı.